Tovuz rayonunda sahipsiz itlər sakinlər üçün ciddi təhlükə yaratmağa davam edir. Xüsusilə kənd yerlərində gecə saatlarında itlərin hücumları artıb. Keçən gecə 2 nəfər it hücumuna məruz qalıb. Rayonun Aşağı Öysüzlü kənd sakini 45 yaşlı Cəfərov Asəf də axşam saatlarında evinə gedərkən it hücumuna məruz qalıb. Ayaq nahiyəsindən yüngül xəsarət alan şəxsə tibbi yardım göstərilib, vəziyyəti normaldır. Eyni gecə Azaflı kənd sakini 38 yaşlı Qabil Vəliyev də it hücumuna məruz qalıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. İt dişləməsi ilə Tovuz rayon Azaflı kənd sakini 1997-ci il təvəllüdlü Vəliyev Qabil Mahiroğlu daxil olmuşdur. Daxil olarkən ilkin müayinədə məlum olmuşdur ki, o iri bir itin hücumuna məruz qalmış və it hətta bunu öz zərbəsi ilə yıxmış və sağ baldır nahiyəsindən demək, böyük bir zədə törətmişdir. Xəstə ilkin müayinə olunmuş, lazımi tədbirlər görülmüş və xəstənin təlimatlandırılaraq evə yazılmış. Son vaxtlar sahibsiz itlər tərəfindən vətəndaşlara çoxlu hücumlar olur. Gün ərzində bəlkə də bir neçə biz belə hallarla rastlaşırıq. Qabil Vəliyev bildirib ki, o axşam saatlarında marketə gedərkən sahibsiz it hücumuna məruz qalıb. Onun sözlərinə görə kənddə sahibsiz itlərin sayı sürətlə artır. Bu sahibsiz itlərin qarşısı alınmalıdır. Məktəb uşağı var, məktəb uşağı gedir. Olmaz ki, məktəb uşağına cumar. Yəni bu çox təhlükəli olan bir şeydir. Bunun qarşısı alınmalıdır. Xahiş edirəm bununla bağlı bir tədbir görülsün. Qeyd edək ki, son günlər Qərb bölgəsində bir neçə nəfər sahibsiz itlərin hücumuna məruz qalıb. Sakinlər bu problemin həlli üçün tədbir görülməsini tələb edirlər. Fuad Nazimoğlu, Elşad Cəfər, İman İmanlı, APA TV.